Həyətimiz belə bir geniş həyətdir. Ev də səliqalı bir evdir. Həyətində ayaq yolusu, əl üzüm açıq yer. Yeri tam et. Obyektə buradan da giriş eləmək olur. Burada belə bir ayaq yolusu var. Burada belə bir obyekti var. 33 kvadrat obyekti. Belə evimizin içində daxil oluruq. Daxil olarkən sağda bizim belə bir yataq otağı qarşılayır. Səliqalı yataq otağıdır. Burada belə bir yataq otağı var. Evimizin digər otağı belə bir gözəl bir otaqdır. Burada kuxnası yerləşir. Səliqalı qazı, işığı, suyu hər biri var və adınadır. Burası hamam sanuzuyu. Burası da zalıdır və evimizin kamera sistemi ilə təchiz olunub. Evimizin qiymətini hal-hazırda 82.000 manata deyirik əşyasız. Əşyalı olarsa qiymət artacaq təbii ki. Salam dəyərli izləyicilər. Qobda 140 nömrəli marşrutun yolunda bax belə qəşəng səliqəli evlərimiz tikilir. Hal-hazırda gördüyünüz bu ev demək olar ki, təhvilə hazırlaşır, maliyyar işləri başlayıb. 3 otaqlı evdir, sənəddə çıxarışdır. Deməli, tam səliqəli tikilişdir. Bütün tikinti qaydalarına riayət olunub. Təməli, kəməri, hər bir şey qaydasındadır. Gördüyünüz kimi, bax, girişdə belə bir kaldoru var. Burada buna nəzərdə tutulub. Bura inşallah hamam sanuzel olacaq. Burada bir yataq otağı. Əlavə zal burada. Pəncərələr də öz həyətinə açılan pəncərələrdir. Bir otaq daha, bax, otaqlar həqiqətən də çox genişdir. Yəni, genişliyinə söhbət eləməz, ola bilməz burada. Deməli, 100-110 kvadrata yaxın evlərdir. Bu tam hazır olaraq sənəd çıxarış yenə deyirəm, sənəti çıxarış tam hazır olaraq veriləcək 65.000 manata. Həyətinin daşına qədər, tam etinə qədər vurulacaq, darvazası qoyulacaq, kommunallar, hər bir şey qaydasında 65.000 manata təklif olunur. Bu isə bax gördüyünüz kimi eyni proyektdir. Kəmərində görürsünüz, baxırsınız. Yəni, hər bir şey səliqəlidir. Dam örtüyü də belə görürsünüz ki, qəşəng ideal dam örtüyüdür. Bunu bax, sıvaqlı pəncərələr qoyulur, qapısı qoyulur, zaboru çəkilir, darvazası qoyulur. 48.000-ə inşallah təklif edirik. Əlaqə saxlayın, gəlin. Ünvan dediyim kimi Qobu 140 nömrəli marşrutun yolu Yeni Həyat restoranı 50 qəpikli Moykanın yaxınlığıdır.